Uşaqlara sevgi və qayğıda sərhəddə necə davranmalıyıq? Bəzən sevgini aşırı dərəcədə ötürürük, sərhəd hissini formalaşdırmırıq. Bəşəriyyətin yeganə ən böyük günahı kiçiyin böyüyü və böyüyün də kiçiyi dinləməməsidir. Ümumiyyətlə dinləmə problemidir. Həqiqətən də nə kiçik böyüyü dinləyir, nə böyük dinləmir. Bunun təməli burada qoyulur. Biz əgər düşünsək ki, uşaq mənim mülkümdür, deməli ondan istədiyim kimi davrana bilərəm, sərt də ola bilərəm, döyərəm də, sevərəm də, döyərəm də. Belə bir fikir var da. Bu yanlışdır. Yaxşı valideyn olmaq üçün əsas faktorlardan biri səbirdir. Amma bəzən səbr göstərilir və uşaq öz məsuliyyətini hələ də dərk etmir. Bu zaman artıq valideyn də istər-istəməz o səbirli valideyn obrazından çıxır, xoşa gəlməyən bir obraza bürünür. Uşaq hətta atasına bənzəməyi belə anasından öyrənir. Uşaq ümumiyyətlə psixoloji araşdırmalar göstərir ki, uşaq atası ilə anasının vasitəsilə tanış olmalıdır. Əvvəl onu yad bir varlıq kimi görür. Salam, hər birinizi xoş gördük. Bu gün yenə aktual olan bir mövzuya toxunuruq. Mövzumuz yaxşı valideyn kimdir? Bu mövzumuzda sualları cavablamaq üçün qonağımız İlqar Kamildir. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkürlər. İlqar müəllim, belə bir sualla başlamaq istəyirəm. Bəzən biz vicdanımızı rahatlatmaq üçün bəzi fəaliyyətlər yerinə yetiririk, düşünürük ki, biz yaxşı valideynik. Bu fikirlə razısınız? Maraqlı fikirdir əslində. Sadəcə mən başqa bir istiqamətdən istəyirəm girəm mövzuya. Yadıma gəlir, neçə il bundan əvvəl bir valideyn, ata-ana bizim qəbula gəlmişdilər. Əllərində də bir qucaq kitab, 15-20 dənə kitab və deyirdilər ki, biz bu kitabların hamısını oxumuşuq, amma yenə də elə bilirik ki, biz yaxşı valideyn deyilik, vicdanımız narahatdır. Kitabın biri belə deyir, çox həssas məsələlərə toxunurlar, çox incəliklərə toxunurlar ki, biz onun ötəsindən gələ bilmirik. Ona görə biz yaxşı valideyn deyilik. Mən onda onlarla danışandan sonra belə bir ideya gəldi beynimə. Ondan sonra biz bir təlim qoyduq uşaq tərbiyəsində esensializm adında. Esensializm nədir? Esensializm dünyada gedən bir gedişatdır, gövhərə qayıdışdır. Bütün sahələrdə müxtəlif müəlliflər var da bununla bağlı yazanlar. Onlar deyirlər ki, məsəl üçün informasiya çoxdur, gövhərə qayıtmaq lazımdır, əsas məsələlərə, çoxluqdan azlığa, ən Bəli. əsas məsələlərə. Uşaq tərbiyəsində esensializmdə deyəndə biz bunu nəzərdə tuturduq ki, yəni uşaq tərbiyəsində gövhər məsələlər, ən əsas məsələlər. Əsas. Şəxsən mən düşünürəm ki, bu qədər bu səs-küy var tərbiyə ilə bağlı, bu qədər kitablar yazılır filan. Bunların çoxu valideynlərin başını, yəni o bir qadın dedi, Sorğumaza yəni yönləndirir hə, bizi. yəni çox mürəkkəbləşdirib vəziyyəti. Əslində isə bu qədər çətin bir şey deyil. İnsanın əsas məsələ valideynin özünü tərbiyə etməsidir, özünü düzəltməsidir. Yəni biz nədənsə başqa məsələlərdə bunu aksion bilirik. Məsələn, mənim 1000 manatım yoxdursa, mən sizə o 1000 manatı verə bilmərəm. Bunu hamı qəbul edir. Amma mənəvi məsələlərdə, tərbiyə məsələlərində belə düşünmürük. Düşünürük ki, məsələn, mən kitab oxuyan deyiləm, amma elə bilərəm ki, övladım kitab oxusun. Mən xoşbəxt deyiləm, onu xoşbəxt edə bilərəm. Mən məsəl üçün də alim deyiləm, elə bilərəm alim olsun. Belə olmur da. Yəni adətən insan özündə formalaşdırmalıdır. Ona görə mən əslində bu fikirlə razı deyiləm ki, insan çox əlləşməlidir. Valideynlik çox qəliz, çox çətin bir şeydir. Əsas məsələləri nəzərə alsa valideyn biraz rahat olmalıdır. Mən o məşhur bir sosioloq var, kitabların əvvəlində yazır ki, sizi narahat etməyə gəldim. Mən isə təlimlərimin əvvəlində deyirəm ki, sizi biraz rahatlaşdırmağa gəldim. Bu qədər qəliz deyil məsələlər əslində. Amma eyni zamanda bəli, valideynlik məsuliyyətli işdir, səbir tələb eləyən bir şeydir, öyrənməli bir şeydir, müəyyən fərqindəlikləri olmalıdır valideynin ki, yaxşı övlad tərbiyə edə bilsin. Növbəti sualım budur ki, valideynin övladının emosional inkişafında təsiri nə qədərdir? Bəli, emosional zəka mövzusu yeni mövzudur da, çox qəşəng mövzudur. Ta illər əvvəl, bəlkə də 50 il bundan əvvəl insanlar düşünürdülər ki, alimlər düşünürdülər ki, insanın yeganə zəkası IQ-dur. Mental zəka deyirlər buna. Amma sonrakı araşdırmalar göstərdi ki, 93-cü ildə məşhur bir araşdırma var. Zəkaların çeşidliliyi nəzəriyyəsi.
Onlar irəli sürdülər ki, nəinki təkcə emosional zəka, nə bilim, sosial zəka var, hətta indi çıxıb ruhani zəka var və sair və sair. Emosional zəka mövzusu görsəndi ki, bilindi ki, hətta daha əhəmiyyətlidir insanın inkişafında, insanın uğur qazanmasında. Məşhur bir araşdırma var Harvard Universitetində. Uşaqların, məzunların, Harvard tələbələrinin məzunlarından araşdırma aparırlar ki, kimlər sonra müvəffəq oldu? Onlar ki, əlaçı idilər ya kimlər? Məlum olur ki, yox, əlaçılar məsələn liderə çevrilmədilər. Böyük şirkətləri quranlar əlaçılar deyil idi. O şəxslər idilər ki, emosional zəka baxımından, hisslərinin idarəçiliyi baxımından səbirlilər, təmkinlilər və s. bunlar özgüvəni olanlar, bunlar hamısı emosional zəka mövzusuna aiddir. Onlar müvəffəq oldular və bu araşdırmalar emosional zəkanın əhəmiyyətini göstərdi. Valideynin uşağın emosional zəka baxımından formalaşmasında, mükəmməl olmasında, yetişməsində nə qədər təsiri var? Bir nömrəli təsiri var. Çox araşdırmalar var bununla da bağlı. Məşhur bağlanma nəzəriyyəsi var. Yəni uşaq dünyaya gələndən sonra valideyninlə, xüsusən də ana ilə arasında o emosional bağlılıq necə olursa, gələcəkdə onun həyatına təsir göstərir, münasibətlərinə təsir göstərir. Əgər laqeyd bağlanma növüdürsə, məsəl üçün uşaq davamlı olaraq ağlayır, valideyn öz işindədir, ana öz işindədir, öz məşğuliyyətində çox gec gəlir, uşağın dadına çatır. Uşaq müxtəlif səbəblərdən dolayı ağlayır da, acdır, ağlayır, təmiz hava istəyir, ağlayır. Valideyn əgər laqeyd yanaşırsa, deməli uşaqla valideynin arasında bağlanma laqeyd bağlanma olur. Bu uşağın gələcəkdəki münasibətlərinə də təsir göstərir. Hətta yadıma gəlir, biz institutda oxuyanda bir müəllimimiz deyirdi ki, hətta ateizmin kökü də orada qoyulur. Yəni uşaq görür ki, mən belə bir dünyaya gəlmişəm ki, sahibi yoxdur. Mən acıram, mənə baxan yoxdur. Mən ağlayıram, mənə baxan yoxdur. Və bura sahibsiz bir dünyadır. Bu, gələcəkdə onun Allahsız bir dünya təsəvvürünün formalaşmasında da səbəb olur. Ona görə əlbəttə ki, emosional zəkanın formalaşmasında, özgüvənin formalaşması, uşağın özünə dəyər hissinin hamısı o bələkdə qoyulur. Həssas yaş periodlarda və yaxud münasibətlər məsələsi, doğru münasibətlər qurmaq məsələsi yenə də valideyn-övlad münasibətləri, ilkin münasibətlərdə formalaşır. Məsəl üçün, verbal ünsiyyət növləri deyirlər. 6-7 dənə verbal ünsiyyət növləri var. Çox həssas mövzulardır, çox vacib mövzulardır. Məsələn, istəmək, tərifləmək, tənqid etmək, öz fikrini ifadə etmək, ondan sonra dalaşmaq, bunlar verbal ünsiyyət növləridir. Özünü müdafiə etmək və s. Uşaq valideynlə münasibətlərində bunları formalaşdırır. Mənim yadıma gəlir, bizim özümüz uzun illər Rusiyada yaşamışıq. Uşaqlar balaca idilər onda, 3 övlad sahibiyəm. Orada bizim bir proqramımız, layihəmiz var idi. Поведение proqramı, davranış proqramı idi. Onların xəbəri yox idi mən bu proqramı nə üçün qoymuşuq valideynlər. Orada bu bacarıqların, verbal bacarıqların formalaşması üçündür. Orada nədən söhbət gedirdi? 5 nəfər əyləşirdik. Ata, ana və uşaqlar. Bunu ona görə danışıram ki, bəlkə kim üçünsə maraqlı bir örnək ola bilər. Orada məsəl üçün 2 həftədən bir olurdu bu, 3 həftədən bir. Bəzən nəsə olaylar olanda bəzən dərhal biz o Поведение proqramını təklif edirdik ki, olsun. Orada hər kəs bir-bir dəyərləndirirdi. Həftə ərzindəki, ay ərzindəki davranışları, evdəki, dərsinə münasibəti və s. davranışları dəyərləndirilirdi. Orada uşaqlar öz neçə verbal bacarıqlar orada formalaşırdı. Öz fikrini ifadə etmək, tənqid etmək bacarığı, tərif etmək bacarığı, bunlar verbal bacarıqlardır. Uşaq xoş söz deyə bilmir. Bir kəsdən xoşu gəlir, simpatiya duyur ona, amma onun fikrini deyə bilmir. Çünki formalaşmayıb. Tənqid edə bilmir, öz fikrini ifadə edə bilmir, özünü müdafiə edə bilmir. Yox demək bacarığı və s. Bu layihə çərçivəsində formalaşırdı. Yəni mən ən çox da axırda da belə bir layihənin sonunda belə olurdu da. Kimsə ən yüksək bal toplayırdı qiymətləndirmədə, o olurdu qəhrəman, ona bir hədiyyə nəzərdə tutulurdu. Hər kəs ki ən aşağı bal toplayırdı, o bir güşə var idi, düşüncə güşəsi, qladovka var idi, orada gedirdi. Ən çox da mən gedirdim ora, yeri gəlmişkən. Çox maraqlı bir layihə idi və biz bundan istifadə edirdik. Hətta yadıma gəlir, bir dəfə atam qonağımız idi və atam siqaret çəkəndi
və bu bizə pis təsir göstərdi. Bizdə yoxdur, uşaqlarda pis təsir göstərirdi. Bunun fərqində deyildi. Sadəcə böyüyə bunu necə demək olar ki, siqaret çəkmək bizə ziyandır falan. Çox fikirləşdik. Axı uşaqlar təklif edir ki, bir povedeniya davranış proqramı layihəsini bərpa edək, babanı da ora daxil edək. Baba da daxil oldu orada və başladı bir-bir də fikirlərini uşaqlarla bağlı deməyə. Axır növbə çatdı, indi babanın haqqında fikirlərimizi deməliyik. Orada fikirlərdən biri bu oldu ki, məsələn, belə bu məsələ var, siqaret məsələsi narahat edir uşaqları falan bu olmasa, yəni çox estetik formada baba başa düşdü ki, bunu düzəltmək lazım və düzəltdi də. Yəni burada uşaqların o verbal ünsiyyət bacarıqları formalaşır. Ona görə ilk məktəb, uşağın ilk məktəbi yaxşı mənada deyək də, məktəbi valideyndir, evdir və bu evdə bu məsələlərə çox diqqət eləmək lazımdır. Ona görə məsələn, valideynin bəzi fərqindəlikləri olmalıdır. Uşaq uşaq deyil. Yəni belə uşağa bizim bir belə yanaşmamız var da, uşaqdır da. Halbuki çox həssas perioddur. Psixologiyada buna sensitiv period deyirlər. Çox həssas perioddur. Uşağın ilk məsələn 7 yaşa kimi bu dövrləri onun şəxsiyyətinin formalaşmasında, onun dediyimiz kimi bu ünsiyyət bacarıqlarının formalaşmasında, münasibətlərinin necə olmasının formalaşmasında bu dövr çox əsas bir dövrdür. Belə bir məşhur kitab da var. Diqqət evdə uşaq var. Adı belədir. Kitabın mən həmişə təlimlərimdə deyirəm, adı belə kifayətlidir. Hələ içinin məzmunu qoyaq bir kənara. Bəli. Diqqət evdə uşaq var və uşaq period, o period çox vacib perioddur. Maraqlı bəhslərdən birini də qeyd edim, sonra sizin növbəti suallarınıza keçək. Deməli, bir məşhur bir kitab var. 40 tədqiqat əsəri. Azərbaycan dilinə də tərcümə olunub. O müəllif ilk bəhsində çox maraqlı tədqiqat işlərini o kitaba salıb. İlk bəhsində genetika ilə bağlı danışır müəllif. Kitab oxumuşam. Orada məsəl üçün girişdə çox maraqlı sual verir. Məsələn deyir ki, sizdən soruşsalar ki, niyə sizin gözünüz belədir, qaşınız belədir və s. Dərhal deyəcəksiniz ki, anama səhmişəm, yox xalama səhmişəm. Kiməsə genetik bir səbəb göstərəcəksiniz. Amma sizdən soruşsaq ki, siz niyə belə səbirlisiniz, mehribansınız filansınız? Siz başlayacaqsınız, mən belə, mən filan. Heç kəs deməyəcək ki, mən çünki daima səhmişəm belə. Ego imkan verməyəcək bunu etiraf eləməyə. Halbuki böyük ölçüdə 40 tədqiqat əsəri müəllifi Roger Hawk, yer gəlmişkən müəllif adını qeyd eləyək. Qeyd edir ki, genetika çox mühümdür də. O qədər həssas yanaşır bu məsələyə. İnsan az qalır ki, naümid olsun da, yaxşı bəs necə olacaq məsələ? Burada köməyimizə çatır epigenetika bəhsi. Bir qəşəng bir bəhs var, epigenetika bəhsi. Epigenetika nə deyir? Epigenetika deyir ki, bizim avtomatik genlərimiz var. Yəni avtomatik reallaşan, aktivləşən genlər. Bir də həssas genlər var. O genlər ki, həyat tərzindən, tərbiyədən, mühitdən və s. asılıdır. Əgər mühit uyğun olmasa, o genlər aktivləşməyəcək. Tutalım, yüksək bir istedad geni daşıyırsınız özünüzdə, uşaq daşıyır özündə. Əgər o mühit ona münbit deyilsə, o genin aktivləşməsinə, o aktivləşməyəcək. Və yaxud hətta pis genlər var ki, əgər mühit münbit olmasa, o pis genlər aktivləşməyəcək. Yəni inkişaf edə bilməyəcək. Ona görə bu periodu xüsusilə epigenetika bəhsində nəzərə alaraq valideynlər bu perioda çox həssas yanaşmalıdır. Biz adətən uşaqlarımızla bağlı düşünürük ki, böyüyərlər sonra filan, böyüyərlər belə eləmir. Uşağa çox dərin əhəmiyyət vermirik də. Halbuki psixoloji araşdırmalar göstərir ki, həqiqətən də fərqində olan yaxşı valideyn bugünkü mövzumuzda, yaxşı valideyn ilk olaraq buradan başlamalıdır. Fərqində olmalıdır ki, evdə uşaq var və bu çox həssas məsələdir və buna çox həssas yanaşmaq lazımdır. Və uşaqlara sevgi və qayğıda, sərhəddə necə davranmalıyıq? Bəzən sevgini aşırı dərəcədə ötürürük, sərhəd hissini formalaşdırmırıq. Bu da gözəl mövzulardan biridir. Ümumi olaraq desək, qızıl orta məsələsi var da, ən gözəl prinsipdir. Bir bölmə var, Baumrind adında bir mütəxəssisin bölməsidir. Ailələrlə bağlı, ailənin tiplərindən bağlı. Məsələn, avtoritar ailə tipi var. Ondan sonra mən burada qeyd etmişəm onları. Permissiv ailə tipi var, laqeyd və
avtoritativ ailə tipi var. 4 tipə əsasən bu çox Bəli. məşhurdur psixologiyada. Avtoritar ailə tipi məlumdur, orada sərtdir, hər şey valideynlər. Yaxında bir filmə baxırdım, çox dəhşət bir, yəni avtoritar valideyn tipini göstərən həqiqətən çox ağır bir film idi. Uşağa hədsiz dərəcədə sərt qaydalar qoyur. Uşağın zorla deyir ki, sən Fransanın səfiri olacaqsan. Uşaq deyir ki, mən oynamaq istəyirəm, mən gəzmək istəyirəm, sən oxumalısan və sair və sair. Avtoritar ailə tipi. İkinci permissiv ailə tipidir. Bu da siz dediyiniz kimi həddindən artıq heç bir sərhəd yoxdur. Ancaq məhəbbət, ancaq sevgi və sair və sair. Və düşünür ki, valideyn, çünki sevgi gözəl bir şeydir deyə mərhəmət. Valideyn burada düşünür ki, mən çox yaxşı valideynəm. Çox gözəl iş görürəm. Halbuki bunun zərəri avtoritar ailə qədər ən azından zərəri var. Bir məşhur əsər də var, kitab da var. Rusiyalı bir mütəxəssisin yazdığı. Adı belədir. İfrat ana məhəbbəti. Adı belədir. İfrat ana məhəbbəti və göstərir ki, ifrat ana məhəbbətinin ziyanlarından danışır ki, əslində bu nə qədər zərərli ola bilər. Yəni ifrat həddi olmamalıdır. Bu sərhəd olmalıdır da. Laqeyd valideyn ailə tipi var. Burada laqeydlikdir. Nə sərtlik yoxdur, nə sevgi yoxdur. Tamamilə bu da bir növ ailə tipidir. Axırıncı avtoritativ ailə tipi. O nədir? Orada orta, qızıl ortadır. Həm orada məhəbbət var, sevgi var, eyni zamanda məsuliyyət var. Yəni uşaq başa düşür ki, mən sevilirəm, mən dəyərliyəm, amma qaydalar var ailədə, qırmızı xəttlər var və sair və sair sərhədlər var. Yəni bu növ məsələ çox həssas məsələdir ki, o da dediyim kimi qarşıdırılan məsələlərdən biridir. Ailələr ya çox sərtləşir, ya da çox sevgi, məhəbbət göstərirlər. Və bu ümumilikdə hər iki növdə uşaqların doğru tərbiyə alınmamasına gətirib çıxardır. İndi burada bir xüsusi məsələni qeyd eləmək istəyirdim. Uşağa bəzi şeylər izah olunmalıdır. Uşaqla söhbət eləmək lazımdır. Səbirli valideyn. Mən bu örnəyi, misalı həmişə gətirirəm. Bir dəfə təyyarə ilə bir yerdən başqa bir şəhərə gedirdim və 4 saatlıq bir səfərim var idi. Mən əyləşəndən sonra gördüm yanımda gəldi bir gənc xanım, yanında uşağı. Bir olardı 4-5 yaşında belə uşaq. Mən də yorğun idum. Proqramım belə idi ki, yatmalıyam, dincəlməliyəm. Gördüm uşaq başladı sual verməyə. Uşaq sual verir, ana cavab verir. Məsəl üçün də bu samolyot haqqında, təyyarə haqqında, baxır pəncərədən, müxtəlif suallar. Fikirləşdim ki, bir 15 dəqiqə, 20 dəqiqə çəkər, qurtararlar. Sual nə qədər ola bilər ki? Siz təsəvvür eləyin. Bütün reys boyu uşaq sual soruşdu və ən maraqlısı valideyn cavab verdi. Ana cavablandırdı yorulmadan. Hay narahat eləyirsən, hay nə bilim, eyni sözü təkrar deyirsən və sair və sair yox. Səbirlə bütün suallarını cavablandırdı. Uşaq özünü dəyərli hiss edir. Uşaq başa düşür ki, uşağın marağıdır. Uşaq kəşf etmək üçün gəlib dünyaya. İnsanın ümumiyyətlə ən vacib instinktlərindən biri kəşfdir. Halbuki uşaq vaxtında bu susdurulur bizdə. O sual soruşma, çox danışdın, çox soruşdun və s. və s. Ona görə səbirli valideyn uşağınla danışmalıdır, uşağınla söhbət eləməlidir. Burada bir şeyi xüsusilə qeyd eləmək istirdim. Baxın, psixologiyada qəşəng bəhs var, kognitiv davranış psixologiyasında. Mən bunu Azərbaycanda SMR deyirəm həmişə. SMR nədir? S situasiyadır, M mənalandırmadır, R reaksiyadır. Düşünün ki, məsəl üçün bir kafedə əyləşmisiniz və kimsə sizə uzun baxdı, diqqətlə baxdı belə. Normal baxış deyil də bu, diqqətlə mənə baxır kimsə. Bu nədir? Bu S-dir, situasiyadır və gün ərzində dəfələrlə buna bənzər situasiyalar ola bilər. Araşdırmalar göstərir ki, burada beynin ilk işi M-dir, mənalandırma. Yanlış, doğru fərqi yoxdur. Bir mənalandırmalıdır, mənalandırmadan keçə bilməz beyin. Bu adam mənə niyə belə diqqətlə baxır? Bu M. Yaxşı, düşünək ki, mən oturmuşam, mənə diqqətlə kimsə baxır, mən belə mənalandırıram. Deyirəm ki, belə diqqətlə baxır, yəqin ona görə baxır ki, məndən nəsə ziyan vurmaq istəyir, bəlkə pulumu uğrayacaq, bayaq cüzdanımı gördü və s. və s. Əgər mənalandırma belədirsə, reaksiya nə olur? Təşviş, qorxu, narahatlıq və s. Hətta durub insanın üstünə də gedə bilər ki, nə baxırsan?
Yaxşı, birdən mənalandırma başqa cür olsa, bir başqası əyləşib, ona kimsə baxır diqqətlə, deyir ki, yəqin kiməsə bənzədib, deyir ki, nə yaraşıqlı insandır, oturub, nə xoş siması var. Ola bilsin oğluna bənzədib, atasına və s. Əgər mənalandırma belə olarsa, nə olur? Reaksiya nə olur? Məmnunluq, xoşbəxtlik, belə hətta ki, salamlaşa da bilər və s. Ona görə deyirlər ki, əsas S-lər deyil, əsas M-lərdir. Evet. Böyük şəxsiyyətlər, peyğəmbərlər, imamlar, övliyalar, onların S-ləri bizdən fərqli deyildi. Hətta S-ləri bizdən də bəzən bərbad olurdu. Kəskin Onların olur. M-ləri əla idi. Mən bu misalı həmişə deyirəm. İmamlardan birini, uzun həbs həyatı yaşayan imamlardan biri İmam Kasımla bağlı. Bu SMR üçün çox uyğun bir misaldır. Gətirirlər həbsxanaya və qulağına pıçıldayırlar ki, incitmək üçün. Deyirlər ki, səni burada uzun bir həbs həyatı gözləyir də. Bu nədir? Situasiya. İmamın eminə baxın. İmam qayıdır ki, baxır belə deyir ki, Allaha ibadət eləmək üçün nə asudə məkandır. Belədir deyə, nədir? Xoşbəxtlik, məmnunluq. Bunlar gətirmişlər ki, incitsinlər. Bu isə emi doğru qurmaqla əksinə xoşbəxt oldu. Ona görə biz uşaqlara emlərdə kömək eləməliyik. Məsəl üçün, valideyn uşağa bir yasaq qoyur. Uşağın M-də problemi var. Valideyn uşağa bir yasaq qoydu. Bu S-dir, situasiya. Dedi ki, uşaq, oğlum, oynamaq olmaz. Məsəl üçün. Və yaxud vaxtında yatmaq lazımdır. Nə bilim, telefon olmaz və s. yasaqlar bilirsiniz özünüz. Bu zaman uşağın M-də mənalandırmada uşağın problemi var. Valideynin uşağa köməklərindən biri M-də olan kömək. Valideyn uşaqla oturub məhsuldar, səmərəli, məhəbbətamiz söhbət eləməlidir ki, bu qadağalar nə üçündür? Sənin xeyrin üçündür. Uşaq dilində o yaradıcılıq istəyir də, valideyn yaradıcı olmalı. Mən bir təlimdə demişdim ki, valideyn yaradıcıdır. Valideynlik, daha doğrusu belə idi fikir, valideynlik yaradıcılıqdır. Aktyorluq əsla deyil. Yaradıcılıq, aktyorluq başqa şeydir. Yəni, valideyn uşağınla söhbət edəndə aktyorluq eləməməlidir. Yaradıcı olmalıdır, amma səmimi qəlbdən olmalıdır ondan söhbəti. Valideyn bir yaradıcılıqdır, onun uyğun dilini tapmalıdır və s. və s. Uşaq M-də mənalandırmada başa düşməlidir. Valideyn məni əgər filan yerə qoymursa, bu o demək deyil ki, o məni sevmir. Mənalandırmada uşaqlar egosentrik doğulur deyə, bunların mənalandırmaları adətən belə olur. Ümumiyyətlə, insanın mənalandırması, biz neqativə köklüyük də, təbii və haqlı olaraq. Çünki araşdırmalar göstərir ki, beynin ilk funksiyası, ən vacib funksiyası insanı təhlükədən qorumaqdır. Ona görə o təbii olaraq neqativlərə köklənir. Valideyn mənə yasaq qoydu, deməli o məni sevmir, mənalandırma. M-də problem olur. Amma uşağa o M-lərdə kömək eləmək lazımdır. Oturursan uşaqla danışırsan, yox, bunun mənası bu deyil, əksinə bu sevginin göstəricisidir. Mən evdə uşaqlarla görürəm də, böyüsələr də, müəyyən özləri də oxusalar da, mütaliə, yenə də hansısa məqamlarda görürəm ki, o M-ə ehtiyac var. Davamlı olaraq onlarla oturub söhbət eləmək lazımdır ki, bax, bu şey ki, icazə vermədim, bunun səbəbi bu idi, dərhal mənalandırma bu olmasın ki, mənim valideynim mənə diqqətsizdir, heç məni nəzərə almır. Əksinə, valideyn səni nəzərə alır deyə. İmam Əlinin məşhur ifadəsi var, çox sevirəm bu ifadəni, deyir ki, hər istədiyimi vermədiyindən Rəbbimin məni sevdiyini anladım. Biz adətən verdiyindən bilərik ki, o məni sevir də, hər istədiyimi verir ki, o hər istədiyimi vermədiyindən bildim ki, o məni bəzən nəzərə alır. Çünki bəzi şeylər mənim məsləhətimə olmaya bilər. Bu M-lərdə, SMR məsələsində uşaqlara kömək eləmək lazımdır. Yaxşı valideyn, səbirli valideyn bu məqamda uşağına kömək eləməlidir. Uşaq avtomatik olaraq neqativə köklənir. Ona görə yasaqlar artdıqca, o olmaz, bu olmaz artdıqca uşaqda belə bir mənalandırma olur ki, valideyn mənə qarşı laqeyddir və yaxud sərtdir və yaxud məni sevmir və s. və s. Ən ciddi ehtiyaclarından uşaq özünü məhrum görür. Ona görə bu M-lərdə uşaqlara kömək eləmək lazımdır ki, doğru anlasınlar. Bütün məsələ qavrayış M məsələsidir. Bunu insan diqqətdə saxlasa, gələcəkdəki həyatlarına da təsir göstərir. Niyə iki insandan misal vurduq? Bir insan eyni situasiyada başqa cür mənalandırır, bir insan başqa cür. Əsas sual budur. Niyə axı bir insan belə mənalandırır, bir digəri belə mənalandırır? Bu, əksərən uşaqlıq dövründən gələn, formalaşan bizdə. Uşağı davamlı olaraq öyrətmək lazımdır doğru M-lərə.
ümumiyyətlə valideyn münasibətlərində təkcə deyil, ümumiyyətlə həyati məsələlərdə, müxtəlif məsələlərdə, dostlarınla münasibətdə doğru emlərə kökləndirmək lazımdır. Məsələn, uşaq gəlir, müəllimlə bağlı hansısa konflikt yaşayıb, gəlir və müəllim bir hərəkət eləyib, hansısa bir söz deyib, danlayıb, nəsə olub da. Burada uşağın mənalandırması budur ki, valideyn əvvəldən məni sevmir, müəllim mənə həmişə belə və s. və s. Burada uşağa kömək eləmək lazımdır ki, mənalandırması doğru olsun. Uşaq dilində izah etmək lazımdır ki, bu müəllimin səninlə problemi yoxdur. Sənin istedadını görür, istəyir daha yaxşı oxuyasan və s. və s. də indi özü valideyn bunları tapmalıdır. Bu məsələsi həddindən artıq vacib məsələdir. Burada biz uşağımıza kömək edə bilsək, uşaqda mənalandırma, doğru mənalandırma mədəniyyəti formalaşır. Çox maraqlı bir ifadədir. Doğru mənalandırma mədəniyyəti. Bu bir mədəniyyətdir. Bəli. Bu bir bacarıqdır. Bu uşaqlıqda formalaşırsa, böyüyəndə də görürsən ki, bu insan pozitiv insandır. Daha doğrusu pozitiv söz indi çox belə pis səslə elə bilirlər ki, elə qaramata da sən xoş baxmalısan. Yox. Daha çox realist insan. Biz çox neqativə köklənirik. Bunun təməli də uşaqlıq dövrlərində qoyulur. Bəli, doğrudur. Belə deyək, buna hər zaman stəkanda olan suyun dolu tərəfini görmək bacarığını formalaşdıraq. Adətən biz deyirik ki, azdır. Amma onun dolu tərəfini görmək həqiqətən də böyük bacarıqdır və bunu da uşaqda formalaşdırmaq səbir tələb eləyir. Bir də səbrə toxunduq. Dedik ki, yaxşı valideyn olmaq üçün əsas faktorlardan biri səbirdir. Amma bəzən səbr göstərilir və uşaq öz məsuliyyətini hələ də dərk etmir. Bu zaman artıq valideyn də istər-istəməz o səbirli valideyn obrazından çıxır, xoşa gəlməyən bir obraza bürünür. Burada əsas diqqət etməli olduğumuz məqam nə idi? Necə etməliydik? Çox gözəl bəhsdir bu da. Sözə baxmayan uşaq, belə deyək də, ümumiləşdirək, adını belə qoyaq. Sözə baxmayan uşaqlarla nə edək? Çox gəlirlər valideynlər. Tamam deyirsə müəllim belə filan. Bu mədəni uşaqlar üçün deyir. Mənim uşağım keçmir də bu məqamlar. Sözə baxmayan uşaqdır. Mən bunun açığına, bu sözə baxmayan uşaq söhbətinin açığına bir təlim qoymuşdum. Adını qoymuşdum sözə baxmayan valideyn. O yükləmiş idi uşaqları. Sözə baxmayan uşaq. Sözə baxmayan valideyn. Valideyn özü sözə baxırmı? Ümumiyyətlə bir şeyi nəzərdə saxlamaq lazımdır. Əslində girişdə buna toxunduq. Normal insan, heç bir insan sözə baxmır. Əmələ baxır. Yəni sən çox şey danışa bilərsən uşağa, mühazirələr oxuya bilərsən, təlimlər verə bilərsən və s. və s. və s. Tətbiqdə sənin əməlində uşaq onun əksini görürsə və yaxud sənin əməlində danışdıqlarını görmürsə, böyüklər kimi uşaqlar da ona əhəmiyyət vermir. Radio effekti deyirlər buna psixologiyada. Danışır da ata, danışır, elə danışmalıdır da onun vəzifəsidir. Ata danışmalıdır da, ata deyinməlidir də, ana deyinməlidir də və s. və s. Ona görə burada diqqət eləmək lazımdır. Söz kafi deyil. Bu birinci məsələ. İkinci məsələ, valideyn istəyirsə, uşaq onun sözünə baxsın, o da uşağın sözünə baxmalıdır. Mən bu nümunəni dəfələrlə müxtəlif yerlərdə danışmışam. Moskva Psixologiya İnstitutunda oxuyanda bizim bir müəllimimiz var idi, Tamara Vladimirovna professor. O qədər yaralı yer idi, gəzirdi. Auditoriyada deyirdi ki, bəşəriyyətin yeganə, tək bir problemi var, bir günahı var. Ta əvvəldən bu günə kimi əsas bir dənə problemdir. Digərləri törəmə günahdır. Bir dənə günahı var. Nədir o günah? Deyirdi, kiçiyin böyüyü dinləməməsi. Sonra sitatlar gətirdi müxtəlif Bibliyadan filandan ki, bütün məsələ bunun üstündə quruldu da. Kiçik böyüyü dinləsəydi belə fəlakət olmazdı. Sonra deyirdi ki, mən demirəm ki, böyüyü kör-köranə qəbul etmək lazımdır. Mən demirəm böyüyü tənqid eləmək olmaz və s. və s. Mən deyirəm ki, əvvəl bir dinləyin. Siz dinləmədən etiraz edirsiniz, dinləmədən tənqid edirsiniz və s. O çıxışların birində təkrar bunu danışırdı bəzən. Bir gün əlimi qaldırdım, bir qeydim var. Dedim, qeydim budur ki, bəşəriyyətin yeganə problemi var. Çox gözəl deyirsiniz, həqiqətən də kiçiyin böyüyü dinləməməsi. Amma düşünürəm ki, bu tam deyil. Tam olması üçün mən belə deyərdim, deyirəm. Bəşəriyyətin yeganə ən böyük günahı
Kiçiyin böyüyü və böyüyün də kiçiyi dinləməməsidir. Ümumiyyətlə dinləmə problemidir. Ümumiyyətlə dinləmə problemidir. Həqiqətən də nə kiçik böyüyü dinləyir, nə böyük dinləmir. Kiçiyi dinləyir. Bunun təməli burada qoyulur. Kiçiyin böyüyü dinləməməsinin səbəblərindən biri, yeganə səbəb olmaya bilər, amma səbəblərindən biri budur ki, böyük də kiçiyi dinləmir. Uşaq da görür ki, böyük məni dinləmir. Bu ikinci məsələ bu mövzu ilə bağlı. Üçüncü məsələ, uşağa sözə baxmayan uşaq, onun Adlerin məşhur, Alfred Adlerin məşhur bir fikri var. Çox sevirəm bu fikri. Deyir ki, uşağın davranışları məqsədlidir. Yəni istənilən davranış. Bizə elə gəlir ki, məsələn, kobudluq elədi burada, diqqətsizlik elədi, burada qışqırdı, aqressiya falan bir məqsədlidir. Siz altdakı kökü, əsası görməlisiniz. Uşaq niyə sözə baxmır? Uşaq niyə belə inadkarlıq eləyir, dikbaşlıq eləyir, qaçır və s. Bunun kökündəki səbəbləri görmək lazımdır. Məsəl üçün, tutalım, güc mübarizəsi ola bilər. Uşaq doğru başa düşməyə bilər. Bilirsiniz, mən özüm bir valideyn kimi bir gün başa düşdüm ki, mənim uşaqlarımdan gözləntilərim qəribədir. Məsələn, insan qəribədir də öz parçası hiss etdiyi varlıqlara qarşı belə olur. Mən elə bilirdim ki, filan məsələni mən bilirəmsə, uşaqlar da bilir də. Bəli, bəli. Ən çox yanlışa yol verdiyimiz Dəhşət bir məqam. şeydir, dəhşət bir şeydir. Mən da nəzərə almırdım ki, mən bu qədər oxumuşam, bu qədər ustadlar, bu qədər Bəli, müəllim, uşaqlar bunu bilmir. O bunu bilmir. bəli. Çox fərqli bir fərqindəlik idi, oyanıqlıq idi ki, o uşaqlar bunu bilmir. Heç çox təbiidir onların bunu eləməsi falan eləməsi. Ona görə sözə baxmayan uşaq deyəndə, sözə baxmayan uşaq niyə sözə baxmır? Onun kökündəki səbəbi görmək lazımdır. O səbəblərdən biri budur. Uşaq güc mübarizəsi apara bilər. Valideynlə konfrontasiyaya girə bilər, toqquşmaya girə bilər. Niyə girə bilər? Çünki uşaq ailənin dəyərini başa düşməyə bilər ki, bu valideyndir, bu atadır. Uşaqla oturub söhbət edirsən ki, biz rəqib deyilik. Biz birimizə dəstək üçün varıq, kömək eləmək üçün varıq. Mən atayam, o anadır, mən sənin sahibin deyiləm, səni öldürmək istəyirəm, səni incitmək istəyirəm. Uşaq bəzən emlərdə, mənalandırmalarda bax belə yanlış emlər ola bilər. Böyük insan bunu heç vaxt eləməzdir, çünki o böyükdür, başa düşür. Amma uşaq başa düşmür. Sənin bir qışqırtını bir üstünə əsəblə gedirsən ki, bir düşmənin üstünə adam gedəndə necə gözləri bərəlir, əsəbləşmirsən, yorulmusan, onun üstünə gedirsən, uşaq orada böyük bir mənalandırma qurur ki, valideyn məni sevmir, bu mənə belə acıqla yeriyirsə, adam düşmənin üstünə, o Bəli. düşməndir. Rəqib ailə modeli deyilən bir model var da, rəqib ailə. Orada belə formalaşır. Ailə münasibətlərində də belədir. Həyat yoldaşına münasibətdə də belədir. Bəzi məsələlər açıqlanmalıdır, izah olunmalıdır. Yox, belə deyil, biz rəqib deyilik, biz beləyik və s. və s. Kökündə onu görmək lazımdır. Yəni sözə baxmayan uşaq niyə? Diqqət əsas məşhur səbəblərdən biridir də. Ola bilər diqqət çəkmək istəyir. Uşaq təəssüf ki, bu belədir. Məsələn, mən özüm bir yazıçı olaraq, ictimai xadim olaraq tutalım müəyyən yazılar yazıram sosial şəbəkələrdə və ona müxtəlif gözəl şərhlər yazılır, xoş sözlər deyilir və s. və s. və mən onların hamısına yəni ki, belə deyək də, ürək qoyuram, bəyənirəm, müasir dildə desək. Reaksiya vermərəm, müzakirə açmaram. Amma o rəylər ki, nəsə əks bir şey deyir, tənqid, biraz da sərt olanda dərhal ona reaksiya verirsən və s. Bu niyə belə olur? Qarşı tərəf bunun özü özlüyündə insanları tənqidə, əks fikir deməyə sövq etdirir də. Bunlar görür ki, xoş sözlər deyəndə bu diqqət çəkmir. Amma elə ki, əks bir söz dedim, biraz da Bəli. sərt danışdım, dərhal diqqət çəkdi. Dəfələrlə mənə özümə deyiblər ki, müəllim, buna görə danışdığı, buna qədər çox belə mülayim fikirlər bildirmişdi, heç diqqətini çəkməmişdi. Burada biraz belə danışdıq ki, bir diqqətini çəksin. Bu belədir. Bəzən uşaq normal həyatında fikirlərini gözəl formada deyir. Bir dənə çox gözəl kitab var, Bədən dili. O Bədən dili kitabında müəllif deyir ki, heç nə birdən-birə olmur. Məsələn, orada bəzi pasientlərindən nümunə gətirir. Deyir ki, pasient gəlir deyir ki, müəllim, birdən-birə uşağım döndü, oldu narkoman. Deyir, yox, heç nə birdən-birə olmur. Uşaq sənə çox mesajlar verib bununla bağlı. Sən görməmisən. Bədən dilinin müəllifi israrla təkid edir müşahidə qabiliyyətinə.
valideynin müşahidəsi, valideyn güclü müşahidəsi olmalı. Uşaq müxtəlif hallarından, müxtəlif davranışlarından, yorğunluğu və sairə və sairə və sairə bunlar ilkin mesajlar ola bilərlər. Heç nə birdən-birə olmur. Pasient deyir, gəlir deyir ki, birdən-birə yoldaşım məni tərk etdi. Deyir, yox, bu birdən-birə olmayıb. Sadəcə sən görməmisən, kor olmusan. Elə bilmirsən ki, elə belədir. Ona görə müşahidə ilə uşağı başa düşmək olar ki, bu narahatlığın, bu sözə baxmağın kökündə nə dayanır? Niyə uşaq belə eləyir? Niyə diqqət çəkmək üçün və yaxud uşağın özünlə məhsuldar söhbət eləmək olar bundan bağlı ki, oğlum, sənin sevilməyin üçün, sənin diqqət mərkəzində olmağın üçün bunları etməyə ehtiyacın yoxdur. Bəli. Zaten diqqət mərkəzindəsən. Bu səbəblərdən dolayı belə məsələlər ortaya çıxa bilir. Müşahidə etmə bacarığı bu da çox həssas bir məqamdır və düşünürəm burada daha çox, belə deyək, yük ananın üzərinə düşür. Ana daha çox uşaqla vaxt keçirir, reallığa baxdıqda ata işdə olur. Adətən analarımız daha çox vaxt keçirir və nə yadıma düşdü? Bir neçə il əvvəl idi, üzr istəyirəm. Qız evladımızı hazırlıqdan götürürdük məşğələdən. Maşına gəldi, əyləşdi, mən öndəyəm, arxadadır. Oturan kimi üzr istəyirəm, mən atasına dedim ki, nəysə bir problem var. O dedi ki, dəqiqdir, dedim dəqiqdir. Keçdik evə, maksimum bir 10 dəqiqədən sonra evdə danışdıq. Həqiqətən də problem var idi və orada o dedi ki, artıq mən o gündən sonra uşaqların bütün təlim tərbiyəsini sənin himayənə verirəm. Dedim, yox, məsuliyyətdən qaçma. Dedi, yox, həqiqətən mən onu anlamamışdım. Yəni sən ana instinkti tamam başqadır. Həqiqətən də ananın müşahidə bacarığı tamam başqadır. Dedi, sən o maşına əyləşməyi ilə, yəni saniyələr içində onu belə deyək də fərqinə vardın ki, nəysə bir problem olub. Burada da Tamamilə həqiqətən razıyam. Həqiqətən anaların qəşəng üzərinə. mövzudur. Ana, yəni biz bəzən eqomuz imkan vermir, yəni cins olaraq, kişi olaraq bunu qəbul etməyə, amma həqiqətən də övlad böyük ölçüdə ananın məhsuludur, ananın əsəridir. Hətta belə bir kitablarımın birində belə bir fikir yazmışdım ki, uşaq hətta atasına bənzəməyi belə anasından öyrənir. Uşaq ümumiyyətlə psixoloji araşdırmalar göstərir ki, uşaq atası ilə anasının vasitəsilə tanış olmalıdır. Əvvəl onu yad bir varlıq kimi görür. Bəli. Onun tanıdığı yeganə varlıq anadır. Ananı da hətta üzv-üzv tanımağa başlayır. Sonra ananın vasitəsilə başlayır atanı tanımağa və s. və s. Ona görə çox vacibdir ananın rolu, ana faktoru çox vacibdir, ananın müşahidəçi olması. Müasir dövrdə təəssüf ki, burdan bəlkə bir çağırış eləyək. Hətta belə bir fikir gəlib ağlıma ki, bununla bağlı bir təlimimiz olsun, telefon bəlası. Bu həqiqətən Bəli, böyük bəli. bir bəlaya çevrilib. Qətiyyən mən həmişə deyirəm ki, uşaqlarınızla səmərəli vaxt keçin. Səmərəli sözünün altından vurğu edirəm. Ona görə ki, əlində telefon uşaqla vaxt keçirirsənsə, bu səmərəli vaxt Bəli. deyil. Uşaq zəkası bunu başa düşür. Şikayət edir ki, valideyn mənimlə vaxt keçirmir. Ona görə uşağınızla səmərəli vaxt keçirmək. Ümumiyyətlə bu günləri çox maraqlı bir nəfslə mübarizə yoludur da telefon. Çox Bəli. maraqlı. Bu gün dağa daşa düşməyə ehtiyac yoxdur. Qabaq mağaralara çəkilirdilər. Üzlət anlayışı var İslam təfəkküründə. Dağlara çəkilirsən, orada ibadətlə məşğul olursan və s. Mən dostlara deyirəm ki, bu gün onlara ehtiyac yoxdur. Bunun telefonunu söndürün. Bəli. 3 gün telefonsuz olun. Belə ən böyük bir üzlət olacaq. Onda görəcəksiniz ki, həyat var. Onda görəcəksiniz. Uşaqla bax belə söhbət eləmək, uşaq onda özünü dəyərli hiss edir. Necə ki, böyük də belə olur da. Gary Chapman adında bir müəllif var. Onun çox gözəl bir kitabı var, Sevginin 5 dili. Sevginin 5 dili. Gary Chapman bu əsərində bəhs edir ki, mən nə qədər ailələrə kömək olmuşam bununla. Sevginin 5 dili nə deməkdir? Ümumiyyətlə sevginin dili nə deməkdir? Məsəl üçün, mən nə zaman siz mənə nə etsəniz, mən bilərəm ki, siz məni sevirsiniz. Söhbət bundan gedir. Deyir ki, fərqli dillər ola bilər. Məsələn, adam var, deyir ki, onun sevgi dili hədiyyədir. Siz ona hədiyyə alsanız, o bilər ki, siz onu sevirsiniz. Amma adam da var ki, onun sevgi dili hədiyyə deyil, təqdir olunmaqdır. Bəli. Siz ona dünyanın bütün hədiyyələrini alın, yığın. Onu təqdir etmirsinizsə, xoş söz demirsə, o sevildiyini hiss etməyəcək. Adam var, onun sevgi dili birlikdə vaxt keçirməkdir. Siz ona hədiyyə alın, xoş söz deyin, ayaqüstü filan. Amma onunla birlikdə vaxt keçirtmirsinizsə və yaxud birlikdə bayaq dediyim kimi səmərəli vaxt keçirmirsinizsə, o sevildiyini hiss etməyəcək. Mənim özümün sevgi dilim odur, birlikdə vaxt keçirməkdir. Mən görəndə ki, kimsə məndən oturanda heç telefon da yadına düşmür.
diqqəti məndədir, söhbət edirik, maraqlı və sairə. Mən başa düşürəm ki, o mənə dəyər verir, o məni Bəli. sevir. Uşaq, xüsusən də o uşaqlar ki, onların sevgi dili budur. O uşaq görəndə ki, ana oturub da belə, telefonunda və yaxud kimlənsə danışır, fikir başqa yerdədir. Bir də var ki, uşaqla diqqətlə danışmaq, uşaqla böyük bir şəxsiyyət kimi danışmaq, uşaqla vaxt keçirmək. Bunlar böyük ibadətdir həm də. Bəli. Böyük bir, həqiqətən də böyük bir dəyərdir. Belə bir uşaq əlbəttə ki, müvəffəq uşaq olacaq, dəyərli hiss eləyir, özgüvəni və sair. Bu şeylər, afirmasiya ilə olan şeylər deyillər. Afirmasiya nədir? Biz elə bilirik ki, biz özümüzə mən özgüvənli olacağam, mən özgüvənliyəm, mən falan bununla özgüvənli oluram. Məsələ bu deyil. Bunun təməli qoyulmalıdır. Sənə dəyər verən insanlar olmalıdırlar, valideynlər olmalıdırlar. Uşaqlıqdan bu formalaşmalıdır ki, yoxsa böyüyəndə çox çətin olur. Bizim üzərimizə düşür iş, görürsən ki, uşaqlıqda bu təməl yoxdur deyə onu yenidən əkmək, yaratmaq həqiqətən də çox çətin olur. Bu bacarıqları formalaşdırmaq lazımdır uşaqlarda. Qeyd etdiyiniz 5 sevgi dili, biz ondan ən əsas, belə deyim, ən aktiv istifadə etdiyimiz hədiyyə verməkdir. Valideynlər ən əsas bunu edir. Bəli. Mən səni dəyərli bilirəm deyə sənin üçün yüksək məbləğdə olan bir iPad aldım və yaxud planşet aldım və yaxud hansısa bir elektronik sənin sevdiyin bir aləti aldım. Bununla öz funksiyamızı başa vurmuş sayırıq. Bəli. Halbuki bu kifayət deyil, kafi deyil. Həqiqətən də uşaq var, təqdir olunmaq istəyir. Özü də ümumi sözlərlə deyil, həmişəki ümumi yaradıcı olmaq təqdirdə də, fərqli vəziyyətlərdə, insanlar içində, dostlar arasında, müxtəlif yerlərdə. Başqa bir məsələ uşağa sonradan məsələnin gəlib çatmağı o qədər təsirli olur. Məsəl üçün, uşaq bir gün eşidir ki, xalası deyir ki, keçən səfər filan yerdə oturmuşduq, anan səni çox tərifləyirdi, haqqında belə-belədir. Bunun təsiri 10 qat bərabər üstün olur da. Bilir ki, mənim yoxluğumda da mənim haqqımda gözəl sözlər deyilir və yaxud birlikdə vaxt keçirtmək uşaqlar üçün həddindən artıq əhəmiyyətli bir məsələdir. Uşaq həyatı öyrənir, uşağa maraqlıdır. Onun, gördüyü işlərlə valideynin maraqlanması, əhəmiyyət verməsi, diqqət eləməsi. Mən hətta təlimlərimdə deyirəm ki, uşaq ola bilər ki, yanlış bir şey danışır. Uşaq məktəbdən gəlir, yanlış bir şey olub, həyəcanla onu danışır. Valideyn də dinləyir. Deyirəm, səbirli valideyn deyəndə həm də bunu nəzərdə tuturam. Dərhal uşağın sevincini qurşağında qoymayın. Bir səbirlə dinləyin, hə, qəşəng belə filan. Bir də sabahlar bir söhbət düşəndə deyərsən ki, oğlum, o dünənki danışmışdın, orada bu məqam var idi ya, məsələn, bu belə olmasa, belə olsa daha yaxşıdır. Və yaxud məsəl üçün, yaxşı valideyndən biz danışsaq, yaxşı valideyn uşağına bir neçə şey öyrətməlidir. Onlardan biri dinləməkdir. Uşaq dinləməyi bacarmalıdır. Dinləmək də deyəndə söhbət həqiqi dinləməkdən gedir. Psixologiyada dinləməyi 3 hissəyə bölürlər. Ofansiv dinləmə, defansiv dinləmə, bir də aktiv dinləmə. Ofansiv dinləmə nədir? Ofansiv dinləmədə sən hücumdasan. Məsəl üçün, müstəntiq deyirlər, müttəhimi dinləyir və orada hücumdadır. Yəni, suallar verir, çaşdırmağa çalışır, yanlışlarını tutmağa və s. və s. Burada bu ofansiv dinləmə. Defansiv dinləmə, məsələn, debatlarda belə olur. Orada müdafiədəsən. Sən gözləyirsən ki, oponent hansısa fikrini yekunlaşdıracaq ki, mən ona cavab verəcəm və s. və s. Bir də var aktiv dinləmə. Aktiv dinləmə nədir? Orada alicənab dinləmə də deyirəm mən buna. Aktiv dinləmədə onun heç bir məqsədi yoxdur. Yəni, sən sadəcə dinləyirsən ki, görüm adam nə deyir. Nə deyir? Mən valideynlərə, ailələrə bəzən deyirəm ki, həyatınızda bir dəfə heç olmazsa bir-birinizi aktiv dinləyin. Ofansiv, defansiv yox. Cavab vermək üçün, bunu indi qutarsın, o, mən indi deyəcəm filan filan. Yox. Hücum eləmək üçün, təzad tapmaq üçün, filan tutmaq üçün yox. Aktiv olaraq bir dəfə gəlin, deyin, ay Allah, mən bu günləri yoldaşımı həqiqətən dinləyəcəm, görüm nə deyir bu? Və yaxud uşağımı aktiv dinləyəcəm. Bu, dinləməyi öyrənmək. Bayaq dediyimiz kimi də öyrətməyin yolu budur ki, özümüzdə bu olmalıdır. Uşaq görəndə ki, valideyn insanları aktiv dinləyir. Qınamadan, tənqid eləmədən, bəzən yanlış şeylər danışırlar. Məsəl üçün, uşaqlar sonra gəlir deyir ki, ata, bəs sən orada demədin, belə-belə şey. Uşaqlar bilirlər də, bunlar yanlışdır məsələn. Demədin. Hə, deyirəm ki, demədim də. Bu gün istəyirdim onları dinləyəm.
dinləmək istirdim. İnsanlara davamlı olaraq yanlışlarını deyəndə yığılırlar, danışa bilmirlər və s. Ona görə yaxşı valideyn uşağına birinci öyrədəcəyi şey dinləməkdir. İkinci məsələ, yaxşı valideyn uşağına öyrətməlidir. Öyrənmək. Öyrətmək. Bu çox vacib Bəli. məsələdir. Baxın, psixologiyada ən qəşəng bəhslərdən biri, mənim ürəyim dolu deyə bəzən tələsirəm nələrsə doğru. danışmağa. Çox vacib bəhsdir. Separasiya nədir? Separasiya bəhsi müstəqillik bəhsi deməkdir. Yaxşı valideyn müstəqil övlad yetişdirməlidir. Şəxsiyyət yetişdirməlidir. Amma bu bir şüar deyil. Biz elə bu qədər danışsaq, bu bir şüarçılıqdır. Yaxşı, necə eləsin? Uşağı necə müstəqil yetişdirmək? Sən müstəqilsən, sən şəxsiyyətsənsən, bununla uşaq şəxsiyyət olacaq? Yox. Bunun əsasları olmalıdır. Onlardan biri budur, öyrənmək. Müstəqillik nə deməkdir? Mən həyatdayam, valideynəm, övladlarımın üzərindəyəm indi. Amma həyat fanidir də. Hər gün olmaya bilərəm. Hər kəsə aiddir, bu düzdür. Müstəqillik budur ki, məndən sonra mən elə eləməliyəm ki, uşaqlarım məndən sonra yaşaya bilsinlər. Uşaqlarımın məndən sonra yaşaya bilməsi üçün ilkin şərtlər ki, valideyn övladına öyrətməlidir. Birini dedik, dinləməyi. İnanın, insan dinləmək mədəniyyəti olsa, dinləmək məsələ. Böyük məsələlər onun üçün həll olacaq. Biz çox vaxt ego imkan vermir ki, biz dinləyək. Mən yaxında bir şeyi başa düşmüşəm. Hamıya deyirəm. Deyirəm ki, dostlar, mən bir şey başa düşdüm ki, biz bugün başa düşdüyümüz şeyləri 10 illərdir bilirmişik. Bəli. Biz 10 illərdir bilirdik bunları, amma bu gün başa düşdük. Bəli, bu gün başa düşdük. Məsələ budur. Biz o gün ailəmizlə bir səfərdən qayıdırdıq, uşaqlarla bir yerdə bunu müzakirəyə qoyduq. Yaxşı, bunu tezləşdirmək olar. Niyə 10 il sonra başa düşdük? Axı biz bunu 10 ildir bilirdik, müəllim deyirdi, şagird deyirdi, dost deyirdi, düşmən deyirdi. Biz bunu bilirdik, amma bu gün bunu başa düşdük. Niyə məhz bu gün başa düşdük? Bunun yolu varmı ki, elə eləyək ki, heç olmasa 5 il bundan əvvəl başa düşək, daha tez başa düşək? Bunun yolları var. Əlbəttə bunun yolları var. Bunun yollarından biri insanda dinləmək mədəniyyətinin formalaşmasıdır. Mən hətta təlimlərin birində bir dinləmək sözü var. Bir də dinşəmək sözü var. Dinləmək və dinşəmək. Dinşəmək sözünün mənası sözsüz şeyləri dinləmək, dinşəmək deyirlər. Məsəl üçün, biz bulağın səsini dinləmərik, dinşəyərik. Quşların cəhcəhini, gecənin səsini məsələn dinşəyərik. Dinləmək və dinşəməyi də hətta uşaqlara öyrətmək lazımdır. Bu zövqü formalaşdırır. Uşaq gecənin səsini dinləsin. Necə öyrətməliyik? Özümüzdə göstərərək, özümüzdə yaradaraq. Dinləmək mədəniyyəti. İkinci, öyrənmək. Bu nəyə bənzəyir? O yaponların məşhur fikri var da, aforizmi var. Deyir ki, birini gerçək doyurmaq istəyirsənsə, ona hər gün balıq verməkdənsə, ona balıq tutmağı öyrət. Uşağa öyrənməyi öyrətmək, onu müstəqil etməkdir. Bir kitab var, mən bir-iki kitab gətirmişəm, təqdim edəcəm. O kitab böyük kitab idi, gətirəmədim. Bizim digər müəllimimiz, qalın bir kitabdır, çox yaxşı kitabdır. Kitabın girişində müəllif maraqlı bir hekayə danışır. Deyir ki, bir gün uşaq idim. Atam, anam gərgin iş rejimində gedirlər, gecə gəlirlər filan. Birdən həyət evində yaşayırıq. Toyuqlarımız cücə çıxartdı. Biz belə deyirik də, cücə çıxartdı. Bəli. Cücə çıxartdı. Mən də uşağam, mən cücəyə baxa bilmərəm axı. Necə olacaq bu? Valideynlər də gərgin, heç əhəmiyyət də verə bilmirlər, yorğundular filan. Ay Allah, mən bunu neyləyim, necə eləyim, yazıqdılar, bu cücələr tələf olacaqlar. Birdən deyir, ağlıma bu gəldi. Görəsən bu haqda bir kitab varmı? Cüzəni necə böyütməli? Və deyir, düşdüm qəsəbədə, başladım, bildiyim bir kitab mağazası vardı. Getdim və gördüm ki, doğrudan da bununla bağlı maraqlı bir kitab var. Haşiyə kimi deyim, bu çox gözəl mədəniyyətdir. Məsələn, Qərbdə bu mədəniyyət var. Tutalım, uzun illər restoran işləyən bir iş adamı sonra götürür bunun kitabını yazır ki, bu yollar var, bu məsələlər var. Düzgün, doğru strategiyalar Ferma var. işlədənlər götürüb onun kitabını yazırlar. Təsəvvür edin, cücə saxlamaqla bağlı kitab var. Uşaq götürür deyir ki, mən bunu oxudum, mərhələ-mərhələ yazır da necə eləməlidir. Valideynlərə də demirəm.
boyun olmuram ki, kitab oxuyuram falan bilməsinlər. Amma hamı günbəgün görür ki, bu cücələr gün-gündən böyüyür, qanadlanır, İnkişaf, belə-belə tabii. heyrətlənirlər ki, sən bunu necə bacarırsan? Deyir ki, mən bunu kitabdan öyrənmişdim. Suallarının cavabını kitabda axtarmaq mədəniyyəti. Bu separasiyadır, bu müstəqillik. Deyirik ki, uşaq müstəqil olmadı belə. Uşaq elə hər gün gəlir, ata belə, ata filan şey nə oldu da deyir, Trab cavabını verdi. Ata nə oldu cavabını verdi. Çox yanlışdır. Çox yanlışdır. Mən təlimlərimdə bu haqqda çox danışıram. Uşağın sualına sualla cavab vermək. Sən necə düşünürsən? Mənə bəzən uşaqlar sual verəndə, nəinki onların sualına cavab vermirəm, hətta suallarını daha da mürəkkəbləşdirirəm. Bəs bu da var hələ. Hələ bu da var. Bir fikirləş görək bu nə məsələdir? Sən özün bu haqqda nə düşünürsən? Uşağın Araşdırmalısan. özünün düşüncəsini düşünməyi öyrətmək. Valideynin separasiya xidmət edən şeylərdən biri, üçüncü kimi mən qeyd etmişəm burada, düşünməyi öyrətmək. Dinləməyi öyrətmək, öyrənməyi öyrətmək və düşünməyi öyrətmək. Uşaq düşünməyi bacarmalıdır. Tənqidi təfəkkürü formalaşmalıdır. Və bunları zaman-zaman müzakirələrlə, dediyim bayaq povedeniya, davranış layihələri kimi layihələrdə də çox həddindən artıq maraqlı olur, inanın. Biz adətən valideyn olaraq nədən çəkinirik? Nəyisə başlayanda əvvəl hamı zorla gəlir, çətinliklə gəlir, deyinə-deyinə gəlir uşaqlarda. Ay yenə nə çıxartmısınız filan bəsməkan. Amma biz onun gözəlliyinə inanırıqsa, təkid eləyək, bir müddətdən sonra görürük uşaqlar özü, bəs olmayacaq bu. Bəs çox maraqlı idi və yaxud görür ki, evdə bir problem var, uşaq görür. Bunu belə ayaqüstü orada-burada deyəndə bir effekti olmur. Deyir ki, davayla başlayağın da, bu layihə olsun, mənim fikirlərim, sözlərim var burada. Çox qəşəng bir şeydir, çox maraqlı bir mədəniyyətdir. Yaxşı valideyn uşağına dinləməyi öyrətməlidir, öyrənməyi öyrətməlidir. Uşağın suallarını kitablarda axtarmaq mədəniyyəti, bilgiyə münasibət formalaşmalıdır. Mən o qədər həssasam bu məsələyə. Romanlarımın birində belə bir ifadə var. Deyir ki, uşaqlar o evdədir, uşaqlar yerdə kitab görəndə, bizdə belə bir ənənə var axı, çörək yerə düşəndə götürüb gözümüzün üstünə qoyuruq. Uşaqlar deyir, kitab da yerdə görəndə götürüb öpüb gözlərinin üstünə qoyurlar. Bu bilgiyə münasibətdir, kitaba olan münasibətdir. Bu olmalıdır, düşünməyi öyrətmək və qazanmağı öyrətmək. Biz elə bir dövrə gəlmişik ki, kapitalist sistemdir, pulun önəmi həddən artıq əvvəlki illərə nisbətdə daha çox olub. Qazanmağı öyrətmək. Mən bununla bağlı bir kitab gətirmişəm. Çox maraqlı bir kitabdır. Bodo Şaferin yazdığı kitabdır. Uşaqlar üçün pul əlifbası. Mən bunu tövsiyə edirəm. Çox maraqlı kitabdır. Bir roman qəlibində yazılmış kitabdır. Uşaq dilində. Deməli, burada bir uşaqdan bəhs edir. Uşağın qız uşağıdır özü də Kira adında. Kira evlərinə it alırlar. Yəni yaralı it görürlər, götürürlər saxlamağa, sağaltsınlar, yavaş-yavaş alışırlar, o iti saxlayırlar. Fantastik janrda yazılmış bir romandır, amma maraqlıdır. Birdən-birə Kira görür ki, it məndən danışmağa başlayır. İt başlayır uşaqla danışmağa, özü də hansı mövzuda? Pul mövzusunda. Başqa heç bir mövzuda danışmır. Deyir ki, sənin atanın, valideynlərinin borcları var, çətinlikdədirlər, sıxıntıdadırlar. Mən ona görə sənə pul qazanmağın yollarını öyrədəcəm. Uşaq dilində əslində psixoloji bir kitabdır. Uşaq dilində necə pul qazanmaq olar, necə bu çətinlikdən qurtulmaq olar? Qazanmaq mədəniyyəti, doğru qazanmaq mədəniyyəti, halal qazanmaq mədəniyyəti valideynin uşaqlarda formalaşdırmalı olduğu müasir valideynin, bəlkə 50 il bundan qabaq bu çox aktual deyildi bu mövzu, amma bu günləri bu lazımdır. Çünki bir çox narahatlıqlar, elə qədimdən də belə fikirlər var da, İmam Əli bir söz var ki, kasıblıq küfrə çox yaxındır, belə bir söz. Həqiqətən də iqtisadi yetkinlik olmayanda, bununla bağlı çatışmazlıqlar olanda insanın mənəviyyatına təsir göstərir, psixologiyasına və s. Ona görə qazanmağın yollarını da öyrətmək, uşaqlıqdan ümumiyyətlə bununla bağlı düşünmək, bu ayıb bir şey deyil. Çox qəribədir ki, bizim ailələrdə bəzən elə bilirlər ki, bu ayıbdır. Qazanmaqdan danışmaq, puldan danışmaq. Halbuki bunun təməli ilə uşaqlıqdan qoyulmalıdır. Bəzi öhdəliklər verilməlidir. Uşaqlara bəzən xərcliklər məsəl üçün mən tövsiyə edirəm bəzən valideynlərə, deyirəm ki, uşaqlar xərcliyi günlükdə verə bilərsiniz. Məsələn, gündə 5 manat verirsən. Bundansa uşağa 100 manat ver, məsəl üçün də 1 aylıq xərcliyini. O, qənaət etməyi, 1 aya bölüşdürməyi uşaqlığından öyrənsin. Məsələn, uşaq görsən, əvvəl bacarmırsan, ona çox pul verirsən, 2 günün içində bütün pullarını xərcləyir, qaldı axı
Belə, sən deyirsən ki, yox oğlum, sən öyrənməlisən, sənə bu pul 1 aylıq üçün verilib. Hissə-hissə xərcləməliyəm ki, uşaqlıqdan bax belə xərcləməyi mən həmişə deyirəm ki, kasıb ona görə kasıb olmur ki, o yaxşı qazana bilmir. Əksərən kasıb ona görə kasıb olur ki, doğru xərcləyə bilmir. Yəni xərcləmək məsələsi biznes psixologiyasında xərclərin idarə olunması çox vacib bəhslərdən biridir. Uşaqlarla bağlı, ümumiyyətlə bununla bağlı müzakirələr, bununla bağlı çox yaxşı kitablar yazılıb. Uşaqları bundan xəbərdar etmək, özümüzün bundan xəbərdar olmamız ki, təməldən uşaqda bu şeylər qoyulsun. Görürsən, uşaq gəlib müəyyən yaşa çatıb, yekə kişi də hələ indi fikirləşir ki, mən nəsə qazanmalıyam da, elə hazır baxıb valideynin əlinə. Bax, bu şeyləri yaxşı valideyn, bugün yaxşı valideynlə danışırıq, yaxşı valideyn bu gözəl şeyləri uşağında formalaşdırmalıdır. Kiçik yaşlardan. Kiçik yaşlarda. Və bu mövzuda son olaraq bunu deyərdim dinləyicilərimizə, sizə. Burada başqa bir kitab da gətirmişəm. Bu kitaba görə istəyirəm deyəm bunu. Mənə elə gəlir ki, bizim Nizami Kinoteatrında bir qəşəng təlimimiz var idi. Adı belə idi, Ən gözəl miras. Nədir ümumiyyətlə ən gözəl miras? Miras nədir? Valideynin övlada qoyduğu. Elə orada da sual vermişdik və müxtəlif çox gözəl cavablar var idi. Biri deyirdi ki, ən gözəl miras təhsildir. Doğrudan da maraqlı fikirdir. Mən başqa bir kitabda gətirmişdim. O maşında qaldı. Əlaçı valideyn. Əlaçı valideyn. Zəhra Hüseynzadə, Azərbaycanlı müəllifdir. Çox yaxşı kitabdır. Təəssüf ki, o maşında qaldı. Orada o cümləni gördüm ki, valideynin övladına qoya biləcəyi ən gözəl miras yaxşı təhsildir, doğru fikirdir. Bəziləri deyir tərbiyədir, doğru fikirdir və s. və s. Hamısı doğru fikirdir. Amma mənə görə o təlimdə də bu bəhsi qoymuşdu. Valideynin separasiya üçün, müstəqillik üçün, uşağın şəxsiyyət olması üçün qoya biləcəyi ən gözəl miras Allahdır. Bunu bütün qəlbimlə deyirəm. Allahdır. Amma Allah da necə Allah da? Bizim yaxında bir təlimimiz oldu. Allah super ego kimi. Allah təsəvvürümüzü düzəltməliyik. Problem Allahımızda olur, yəni Allah təsəvvürümüzdə. Söhbət necə Allahdan gedir? Uşağa hansı Allahı vermək lazımdır? Doğru Allah vermək lazımdır. O Allah ki, belə bir misra var ya, Allah bizim Allahdır, keçər günahımızdan. Belə Allah anlayışı, təsəvvürü səni bir yerə çəkməyəcək. Allah bizim Allahdır, düzdür, amma eyni zamanda da Allahın bir şərtləri var, bir qaydaları var, sözləri var, tələbləri var. Allah təqdir edəndir, eyni zamanda da tənbəlliyi sevməz, məsuliyyətini sevər və s. Allah qoruyandır, Allah görəndir, Allah biləndir. Belə bir Allahı əgər uşaqlarımıza ötürsək, bunun da şərti əvvəldə dedik ki, özümüzdə olmalıdır. Bizdə olmayan Allah uşaqlarımıza ötürə bilməyəcəyik. Mən həmişə deyirəm, şəxsən mənim üçün həyatımın bəlkə ən böyük komplimentidir. Bir gün qızım balaca idi onda. İndi psixologiya oxuyur o da. Dedi ki, ata, sən axşam namaza hazırlaşanda mən elə bilirəm ki, Allah baba bizə qonaq gələcək. O ruhiyyədən, o hazırlıqdan görmüş. Sən bunu ötürə bilirsənsə uşağına, uşaq Allahı götürürsə, bu ən böyük müstəqillikdir. Sən bugün varsan, sabah yoxsan. Təhsil belə də olar, o birisi də belə olar. Puldur, paradır, gələr, gedər, amma əbədi qalan bir həqiqət. Əgər sən onu uşağına ötürə bilirsənsə, böyük yaxşılıq eləmişsən uşağına. Çox böyük yaxşılıq eləmişsən. Sıxıntısında, narahatlığında, problemində. Bizim bir müəllim var idi, özü agnostik idi. Bəzən ateist olurdu, bəzən agnostik. Onun məşhur ifadəsi var idi. Psixoloq idi. Deyirdi ki, fəlsəfi nöqteyi nəzərdən Allah var, yoxdur, bilmirəm, heç maraqda deyil. Amma psixoloji nöqteyi nəzərdən Allah mütləq olmalıdır. Çünki deyir, təcrübəmdə görmüşəm, bir xeyli pasiyenti istinad nöqtəsi olmadan dibdən çıxartmaq olmur. Və Allah ən möhtəşəm istinad nöqtəsi. Bir təkan olmalıdır da, necür olmalıdır? Yəni, sən nə deyəsən onu sakitləşdirsən. Bu bir inam olmalıdır, Allaha bağlanış olmalıdır. Belə insanlara kömək eləmək çox maraqlı bir resursdur. Mən görəndə seanslarımda ki, qarşı tərəfin güclü bir imanı var, dərhal başa düşürəm ki, bunun çox güclü resursu var, buna kömək eləmək çox rahat olacaq da. Amma o adam ki, heç nəyə inanmır, heç bir inamı yoxdur, çətin olur. Ona görə ən gözəl miras, burada kitab gətirmişəm, yaxınlıqdakı Allah.
adı belədir. Uşaqlara Allahdan necə danışmalı, ümumiyyətlə Bizə danışmalımı tanış və eləmək. sair və sair bu məsələləri çox gözəl araşdırıb müəllif. Yaxınlıqdakı Allah çox maraqlı kitabdır. Neçə yaşdan danışmaq lazımdır? Bu ayrıca bir podkastın mövzusudur. Uşaqların sualları olur və yaxud sualları olmursa, bu o deməkdir ki, onlar o haqqda heç düşünmür. Yox, araşdırmalar göstərir ki, bəzən uşaq çəkinir sualını verməyə və sair və sair, amma neçə yaşlardansa bununla bağlı düşünməyə başlayır və uşaq dilində bu söhbətləri danışmaq lazımdır. Məsələn, ölüm mövzusu onlardan biridir. Bax belə yaxşı valideyn bütün bunları gözəl formada təqdim etməlidir. Ona görə valideyn yaradıcılıqdır, səbr istəyən bir şeydir. Amma dəhşətli, ağır, fəlakət, qorxulu bir şey deyil. Çox maraqlı bir şeydir, gözəl bir şeydir. Mən təlimlərimin birində bu cümləni işlətmişdim ki, təkcə biz uşaqlarımızı deyil, uşaqlarımız da bizi böyüdür. Valideyn uşağını böyütmür, onlar da bizi böyüdür. Bəli, Sualları ilə, doğru. kaprizləri ilə və sair və sair sən də yavaş-yavaş görürsən səbirli olmağa Bəli, başlamısan, bəli. böyüməyə başlamısan. Bunu da dəyərləndirmək lazımdır. Birlikdə böyüyüb, birlikdə gözəl insan olmaq lazımdır. Bir də bu sual ünvanlı Emil Qara müəllim, valideynlərdə ən çox yayılmış tərbiyə metodu, səhvi Bəli. anlayışı. Bu da qəşəng, geniş mövzudur, digər bütün mövzular kimi. Bu biraz fərqindəlikdən qaynaqlanan bir şeydir. Mən gələ-gələ düşünürdüm ki, bu podkastda bu haqqda danışım ki, bəzi şeylər, fərqindəliklər yaranmalıdır bizdə. Fəlsəfi fərqindəlik deyirlər buna. Fəlsəfi fərqindəliklərdən biri ki, valideyndə yaranmalıdır. Valideyn başa düşməlidir ki, bilməlidir yox ha, çox valideynlər bəlkə bunu bilirlər. Başa Məcbur düşməlidir ki, düşmək. uşaq mənim mülküm deyil. Bir çox tərbiyə yanlışları məhz bu cəhalətdən qaynaqlanır. Uşaq valideyn düşünəndə ki, uşaq mənim mülkümdür. İnsan öz mülkündən, öz dədə malından necə davranır? İstədiyi kimi də. Elə bilir ki, mən ondan istədiyim kimi o mənim mülkümdür. Mən onu dünyaya gətirmirəm, o mənim. Bu fərqindəlik ki, o mənim mülküm deyil, o bir əmanətdir, o bir şəxsiyyətdir, o fərqli bir adamdır. İkinci məsələ, o mənim layihəm deyil. Uşaq mənim layihəm deyil. Çox valideynlər uşaqla öz layihəsi kimi baxır. Bəli. Belə olacaq filan şey filandır. Yox, bu bir şəxsiyyətdir. Bunun arzuları var, bunun istəkləri var, bunun xəyalları var, bunun sevdikləri var, sevmədikləri var. Bu bir ayrı, müstəqil bir şəxsiyyətdir. Bəli, sənin övladındır, amma bu fərqindəlik əsaslı həll olmalıdır. Tərbiyə məsələsini nə qədər bu tərəfdən düzəltsək, yenə düzəlməyəcək. Çünki bu fərqindəliklər olmadan uşaq mənim mülküm deyil. Uşaq mənim layihəm deyil. O bir müstəqil şəxsiyyətdir və mən sadəcə valideyn kimi onun çiçəklənməsinə şərait yaratmalıyam ki, o öz getdiyi istiqamətdə doğru gedə bilsin. Burdan doğur tərbiyə yanlışları. Siz düşünün də biz əgər düşünsək ki, uşaq mənim mülkümdür, deməli ondan istədiyim kimi davrana bilərəm, sərt də ola bilərəm, döyərəm də, sevərəm də, döyərəm də. Belə bir fikir var da. Bu yanlışdır. Biz Allahın əmanəti kimi baxmalıyıq uşağa. Bu zaman bir çox məsələlər öz-özündən düzəlir. Mən ümumi bir meyar deyim, ümumi bir fikir deyim, bu çox kömək ola bilər valideynlərə. Çox bu haqda danışmışam, yazmışam. Uşaqlarınıza qonşunun uşağı kimi davranın. Qonşunun uşağıyla biz necə davranırıq? Fərz edək ki, qonşunun uşağı dərsdən 3 alıb. Biz ona necə davranırıq? Hər şey olan şeydir, necə ona motivasiya veririk filan deyirik. Qonşunun uşağı gəlib bizə nəyisə vurdu, sındırdı. Hansı çox şey adam olmalı, kobud adam olmalı ki, vursun uşağına falan. Deyəcək, hər şey olan şeydir, Doğru, falan, istəyir. bəs məkan. Uşaqlarınızla qonşunun uşağı kimi davranın və yaxud uşaqlarınızla qonaq kimi davranın. Biz təlimdə belə bir şey qoymuşduq. Uşaqlarınızla baş hərfini yazmışdıq. Q kimi davranın. Q-dan məqsəd nədir? Kim tapsa hədiyyəsi var idi. Bir dedi qabiliyyətli uşaq kimi, bir dedi nə bilim qanacaqlı və s. və s. Bunu heç kim tapa bilmirdi ki, o qonaq kimi davranır. Uşaq qonaqdır, uşaq qonşunun uşağıdır. Biz mülkiyyət zehniyyətindən çıxmaq budur da. Mülkiyyət kafasında olanda biz uşaqla, qonşunun uşağıyla niyə elə davranırıq? Çünki o bizim mülkümüz deyil. Biz ona ehtiyatla davranırıq. Biz onun üstünə qışqırmarıq, biz onun üstünə şey eləmərik, nəzərə alarıq, motivasiya verərik. Eyni şeyi öz uşaqlarımızla tətbiq eləsək ki, bu bir yanlış da deyil. Həqiqətən uşaqlarımız qonaqdır. Hər kəs qonaqdır bu həyatda.
Biz bunu tətbiq eləsək ailə üzvlərimizə, məsələn, bizdə belə bir ənənə var da, qonaq həmişə çox mərkəzdədir, çox diqqətdədir. Evdə olanlara heç kim baxmır. Xüsusi qablar, filanlar var. Hansı qonaq gələndən gələnə çıxardır. Tamam qonaqpərvərlik və sair və sair, amma evdəkilər də qonaqdır. İnanmırsınızsa, dünənə qədər evinizin bəzəyi olan və bu gün həyatda olmayan ananızı, atanızı, hər əzizinizi xatırlayın görəsiniz, həqiqətən hamı bu həyatda qonaqdır. Ona görə qonaq kimi hörmətlə davranmaq lazımdır bir-birinlə və uşaqlarımızla. Bəli, çox doğru məqama toxundunuz ki, qonşunun uşağı. Bu da düşünürəm ki, valideynlərin etdiyi səhvlərdən biridir. Qonşunun uşağı, sizin təbirinizlə desəm, məktəbdən 2 alıb gələndə uşaq da düzəldər deyirik, amma öz uşağımız. O nəticə ilə gəldikdə onu bir faciəyə çeviririk. Nə qədər də burada oxuduğumuz nəzəriyyələrdə, metodika, belə deyək də, pedaqogikanı ümumiləşdirib sakit davranmağa çalışsaq da, bəzən bu mümkün olmur. Amma yenə də deyirəm, qonşunun uşağı anlayışının fərqinə varmağım 2-3 ilə yaxını çox gec anladım, amma artıq bunu qəbul edirəm ki, bəli, üzr istəyirəm, mənim də evladım bu səhv edə bilər. Yəni bunu eqoizmə çeviririk bəzən. Niyə mənim evladım? Axı eləyə bilməz. Eləyə bilər çünki o da uşaqdır axı. Hə. O da uşaqdır axı. Və o qonşunun uşağının etdiyi səhvi biz valideynin belə deyək, üzərinə hesablayırıqmı ki, bu valideyn xoşa gəlməyən bir valideyn modelidir deyə uşaq bu səhv etdi? Xeyr. Mən bunu son 2-3 ildir bir valideyn olduğum üçün də qruplarda çox, valideyn qruplarında, çox diqqətə çatdırıram ki, bir uşaq səhv etdikdə bəzən valideynlər ümumi o valideynin üzərinə belə deyək də düşür. Eee sanki sən niyə bununla çox məşğul olmamısan, sən xoşa gəlməyən bir valideynsən, belə deyək, doğru valideyn deyilsən, dediyimiz o yaxşı valideyn deyil sənə gətirirlər. Amma başa salmaq olmur ki, həqiqətən bəzən də çox yaxşı valideyn olmağın özü belə uşağa səhvlər etdirir. Bəzən çox mühafizəkar olmağa çalışırıq, bəzən dediyiniz o avtoritar rejimə fokuslanırıq və nəticədə də görürük ki, aha, bizim sıxmalarımızın nəticəsində hansısa bir özünü sübut baş qaldırır və bunu başa düşməyim biraz gec olub, Tamamilə amma razıyam. Tamamilə amma razıyam. bu da bir gerçəkdir ki, bəzən biz özümüz çox yaxşı valideyn olmağa çalışdığımız üçün övlada xoşa gəlməyən bir yol göstərmiş oluruq. Ona bir xoşa gəlməyən bir çıxış göstərmiş oluruq ki, burdan özünü sübut eləsin. Elədir. Elədir ümumilikdə və narahat olmamaq lazımdır çox. Mən o təlimimdə ki, deyirdim essensializm, gövhərə qayıdış, bu o qədər vacib bir şeydir. Narahat valideyn, gərgin valideyn, hətta valideynliyi ilə bağlı gərginliyi varsa, yaxşı övlad tərbiyə edə bilməyəcək, yetişdirə bilməyəcək. Valideyn rahat olmalıdır. Valideyn bilməlidir ki, tutalım valideyn var uşağının bir dənə, iki dənə yanlışını görəndə deyir ki, vəssalam, iş işdən keçdi, mən belə filan uşaq pozuldu və s. və s. Yox, bunlar hamısı normaldır. Bunu başa düşmək üçün öz uşaqlığınızı xatırlayın. Görün nə qədər yanlışlar etmisiniz. Kimin heç valideynin bildiyi, bilmədiyi o Bəli, qədər. Amma bilmədikləri o də var. deməkdir, bu insan belədir. Biraz rahat olmaq lazımdır. İnsan yıxıla-yıxıla, səhv eləyə-eləyə öyrənir. Səhv etmə imkanı vermək lazımdır uşaqlara. Uşaqlar da bir dəfə belə çağırış etmişdim. Mən uşaqların tərəfindəyəm də. Uşaqlara deyirəm ki, valideynlərinizi, öz böyüklərinizi yanlışlarınızla böyüdün. Yanlışlarınızla öz böyüklərinizi böyüdün. Doğrudur. Tənqidlərinizlə böyüdün. Ya bu böyüdür də, bu səbr etməlidir. Başa düşür ki, bilirsiniz bu prosesin içindən keçən adam kimi deyirəm də. Bəli. Yanlış eləyir uşaq, səhv eləyir, dəcəllik eləyir və s. və sən başa düşürsən ki, bu onun haqqıdır. Və sən elə bil ki, eqona çırpılır da. Sən buna səbr etməlisən. Sən isə deyə bilməzsən və s. sən də böyümüş olursan nəticə etibarilə və bu insanlar arası münasibətinə də yaxşı təsir göstərir. Doğrudan da bu belədir həqiqətən də. Sonluqda nə tövsiyələr vermək istəyirsiniz valideynlərə? Aha. Yəni tövsiyə bəlkə biraz böyük səslənər. Bir valideyn kimi, həm də bir mütəxəssis kimi deyərdim ki, dünyanın ən maraqlı məşğuliyyəti uşaq tərbiyəsidir. Siz bunu əyləncəyə çevirə bilərsiniz, maraqlı bir şeyə çevirə bilərsiniz. Mən o valideynlər görəndə ki, deyinə, əsəblə, gərginliklə və s. deyirəm ki, necə də gözəl bir şeyi zəhərə çevirib də. Əslində bu o qədər maraqlı bir şeydir. Niyə insan belə olur? Niyə deyingənliyə çevirir? Niyə belə əsəb mövzusuna çevirir? Ego işi korlayır. Egonu insan yensə, sadə olsa, başa düşsə ki,
Çox təbiidir ki, uşaqlar mənim sözümdən çıxa bilərlər. Çox təbiidir ki, uşaqlar məni eşitməyə bilər. Necə mənim söz dedim, eşitmədiniz. Mən bu qədər zəhmət və sair və sair. Bəli. Bunlar da hamısı işi görür. Uşaqlar çox təbiidir ki, sözü eşitməyə bilərlər, başa düşməyə bilərlər. O sənin kimi deyil, o başqadır. Mən uşaq belə olmuşdum, sən belə, adətən belə müqayisələr olur. Dövr fərqlidir, zaman fərqlidir. Sən bəlkə uşaqlığın da belə səbirli idin, çünki dövr belə dövr idi. Hamı səbirli idi. Amma indi elə bir dövrə gəlmişik. Yəni bu şeyləri kənara qoyub səbrlə çox maraqlı bir əyləncənin içinə girmək olar və eyni zamanda da dünyanın mənə görə ən böyük ibadətini etmək olar da. Yəni ki, siz bir insan yetişdirirsiniz evin içində. Bir şəxsiyyət yetişdirirsiniz. Və bu ən gözəl salih əməldir də, belə hədislərdə də belə maraqlı fikirlər var. Deyir, insan öləndən sonra onun əməl dəftəri bağlanır, kitab bağlanır. Amma bir neçə şey var ki, o öləndən sonra da davam edir. Onlardan biri salih övladdır. Əgər sən yaxşı övlad tərbiyə eləmisənsə, şəxsiyyət kimi ictimai münasibətləri qaydasında faydalı işlə məşğuldur, öyrənməyi öyrənən, bu danışdığımız bütün bu məsələlərdə tərbiyəli övlad yetişdirmisənsə, bu əbədiyyən bu nemət, bu pay sənin üçün də var. Bu çox böyük bir ibadətdir. Buna əhəmiyyət vermək lazımdır. Valideynlərin bu fərqindəliyi yaransa ki, uşaq tərbiyəsi, xüsusən analarda, müasir dövrdə çox nə bilim iş, güc, karyera filan daha çox olur. Normal şeylərdir, gözəl şeylərdir, pis demirik. Amma belə mindset deyirlər, belə zehniyyətlə valideyn getməməlidir karyeranda anlasın. Bu heç nədir. Mən gedib dəyərli olmaq üçün mən bir iş görməliyəm ki, yox. Yox, ehtiyacdır, lazımdır. İstər maddi ehtiyac, istər mənəvi ehtiyac ola bilər qadının işləməsi. Çünki bəzi işlər var ki, sırf qadınlar orada olmalıdır və s. və s. Bu niyyətlərlə getmək. Bu niyyətlə getmək yox ki, mən dəyərsizəm evdə. Mən gedim orada dəyərli olum. Yox, dünyanın ən dəyərli işi analar uşaq dünyaya gətirib, budur. Ardınca da uşağı yetişdirməkdir, böyütməkdir, şəxsiyyət kimi formalaşdırmaqdır. Bundan sonra rahat yaşamaq olar da. Bax, bu sözləri demək istərdim valideynlərə. Bəli. Bir də dediniz ki, bəzən biz öz yaşadığımız dövrlə indiki dövrü səhv salıb onların müqayisəsini aparırıq. Burada da bunu xatırlatmaq istəyərdim ki, İmam Əlidən gələn bir hədis var ki, evladlarınızı özünüzə görə deyil də onların yaşadığı zamana uyğun tərbiyə edib formalaşdırın. Bəzən biz burada da səhv edirik. Bizim zamanımızda belə deyildi. Bizə valideyn heç nə demirdi. Biz artıq onun belə deyək də bir baxışından anlayırdıq. Bu kimi fikrə düşürük ki, bəlkə biz doğru valideyn deyilik, bəlkə biz doğru yetişdirməmişik. Həqiqətən də elədir. Ona görə valideynlik səbirli, maraqlı, gözəl bir işdir. Bununla məşğul olmaq lazımdır. Ümid edirəm ki, bugünkü podkastımızın nəticəsində valideynlərə onları narahat edən məsələlərin cavablarını daha sadə və açıq şəkildə çatdırmış olduq. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Mən təşəkkür edirəm belə gözəl layihə üçün, belə gözəl söhbətlər üçün. Həqiqətən də ümidimiz budur ki, gələndə də mən ümumiyyətlə formal danışmağı sevmirəm də. Fikirləşirdim ki, nə danışaq ki, valideynlərimizə faydalı olsun, nəsə götürsünlər, nəsə tətbiq etsinlər ki, xoşbəxt olsunlar. Ümid edirəm ki, bu belə oldu. Bir daha təşəkkür Çox edirəm. sağ olun. Çox